56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən Ukraynalı qadın Polşada həbs edilib. Bu haqda Polşanın Prezmeşl şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Polşa sərhədçiləri insan orqanlarının alveri ilə məşğul olan cinayətkar qrupun üzvü 35 yaşlı Ukrayna vətəndaşını saxlayıb. Qazaxstanda qadına qiyabi olaraq 12 il həbs cəzası verilib. Qadın martın 6-sında Interpolun sorğusu əsasında Polşa ilə Ukrayna arasında dəmir yolu keçidində saxlanılıb. Saxlanılan şəxs 2020-ci ilin noyabr ayından axtarışda olub. Qazaxıstan xüsusi xidmət orqanlarının məlumatına görə qadın 2017-2019-cu illərdə cinayətkarlıqla məşğul olub. Onun qurbanları arasında Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızistan, Tacikistan, Özbəkistan və Tayland vətəndaşları olub. Dindirmədən sonra prokurorluq rayon məhkəməsinə həbs edilən şəxsin sonradan ekstradisiyası üçün 7 sutka müddətinə həbs edilməsi barədə vəsatət qaldırıb.